Bu ilin yanvar-fevral aylarında Bakı şəhərində muzla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 1303 manat 20 qəpik olub. Yenavaz.com açıqlanan sonuncu rəsmi məlumata istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə müqayisədə 29 manat 40 qəpik azalıb. Belə ki, bu ilin yanvar ayında Bakıda muzla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 1332 manat 60 qəpik olub. Qeyd edək ki, muzla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrünə nisbətən 115 manat 70 qəpik artıb. Onu da bildirək ki, Bakı şəhər Statistika İdarəsinin məlumatında 2025-ci ilin yanvar-fevral aylarında muzla işləyənlərin orta aylıq nominal əmək haqqının 2024-cü ilin müvafiq dövrünə nisbətən 5,9% artdığı göstərilir. Amma açıqlanan göstəricilər qeyd olunan dövrdə artımın 9,7% olduğunu ortaya çıxarır. Məsələ ilə bağlı Bakı şəhər Statistika İdarəsindən Yenavaz.com-a verilən açıqlamada bildirilib ki, ötən ilin yanvar-fevral ayları ilə bağlı göstərilən məlumatlar ilkin məlumatlardır. İdarədən verilən məlumatda qeyd olunub ki, dəqiqləşdirilmiş məlumatlarda əmək haqqı ötən ilin yanvar-fevral aylarında 1230 manat olub. Məlumat üçün onu da qeyd edək ki, açıqlanan məlumatların ilkin və ya dəqiqləşdirilmiş olduğu barədə Bakı şəhər Statistika İdarəsinin rəsmi saytında heç bir xüsusi qeyd və ya açıqlama yoxdur. İdarədən verilən məlumatda qeyd olunan texniki problemin həll ediləcəyi bildirilib.